Salam, axşamınız xeyir olsun. Mən biologiya müəllimi Məhsəti. Deməli, bugün keçirilən OTK sınağının izahını verməyə çalışacağım. Ümid edirəm, hamıya faydası toxunar. Başlayaq. İnsanın rüşeymində rast gəlinmir. Rüşeym mərhələsi demək istəyir fikrimcə burada. Burada da variantlara baxırıq. Hansı rüşeym mərhələsində, hansı embrional mərhələdə əmələ gəlir. Tük örtüyü. Tük örtüyü burada artıq keçir 3 aylığına. Yəni tük örtüyü embrional mərhələdə əmələ gəlir. Rüşeym mərhələsində əmələ gəlmir. İkinci, endoderma rüşeym vərəqindən yaranmır. Dərinin derma qatı. Elə bu variant ezoderma mənşəlidir. Üçüncü, qadında 28 günlük aybaşı siklinin ikinci fazasında uşaqlıqda hansı proses baş verir? Birinci fazı aybaşı fazası, ikinci fazı aybaşından sonraki fazı, üçüncü fazı sarı cisim fazasıdır. Bizə soruşur ki, aybaşından sonraki fazada nə olur? Sarı cismin formalaşması, uşaqlıq divarının bərpası. Bəli, artıq deməli 4-5 gün sonra, aybaşından sonraki mərhələdə uşaqlıq divarı bərpa olunmağa başlayır. Ona görə B bəndi. Dördüncüdə, Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Tamam. Deməli, kəpənək, güvə. Kəpənək bilirik ki, bu quşlar sürünənlərlə olan yerdə verilir. Belə yadımızda saxlamışıq. Bunun dişisi heterogametdir. Bunun dişisi isə X0'dır. Erkəyi də homogametdir. Bunun da erkəyi homogametdir. Aha, bunu bildik. Çünki şərtdə belə bir şeylər soruşur. Baxaq, dişinin somatik hüceyrəsinin nüvəsində bir dənə cinsi xromosom olur. Deməli, bu kimə gedəcək? Güvəyə. Sonra, ikinci, pulcu qanadlar dəstəsinə aiddir. Bu, hər ikisinə aiddir. Erkəkləri homogametdir. Baxaq, hər ikisinin erkəyi homogametdir. Sürfələri yun məhsullarını çorruyur. Bu kim olar? Güvələr. Dişinin karyotipində Y cinsi xromosom olur. Təbii ki, kimin olacaq? Kələm kəpənəyinin. Çünki bunun dişisində cinsi Y yoxdur. Ona görə 5, 1, 4, 2, 3 A bəndi. Xəstəliklərdən hansına qarşı vaksin vurulmur? Yəni, peyvənd olmur deməli. Poliomiyelit, virus və bakteriyal xəstəliklərə qarşı əsasən vaksin vurulur. Amma anemiyadır, ateroskleroz xəstəliyidir, hemofiliyadır və s. Bu cür xəstəliklər vaksinlə əlaqəsi yoxdur. Ona görə ateroskleroz xəstəliyi aid edilir. Damarda, divarında yağlanma. Səhv xatırlamalarımıza elə idi. Sonra, ağ planarinin sinir hüceyrələrində baş verən mutasiyalar irsən, nəslə ötürülə bilərmi? Bilirik ki, ağ planari hermafrodit, çarpaz bədənində tozlanır, yumurta qoyur. Amma fragmentasiya yoluyla da çoxala bilir. Yəni, bu deyir ki, irsən ötürülə bilərmi sinir hüceyrəsində yaranan? Ötürülə bilər. Yazıb ki, ötürülə bilməz, çox hüceyrəli heyvan olduğu üçün, ötürülə bilər, fragmentasiya çoxaldığı üçün, ötürülə bilər, sadə bölünməyi çoxaldığı üçün, yalnız cinsi yolla çoxaldığı üçün. Burada cavab B olar, fikrimcə, ötürülə bilər, fragmentasiya çoxala bildiyi üçün. Bəli, bu olar. Maddələrin cansız təbiətdə, canlı təbiətə axınını hansı orqanizmlər təmin edir? Deməli, produsentlər torpaqda olan mineralları udur və onlardan üzvü maddə hazırlayır. Ona görə burada produsentlər olar. Cədvəldə müxtəlif müasir heyvanlar növlərinin cədvəldə müxtəlif müasir heyvan növlərinin xüsusiyyətləri verilib, yanlışı tapın deyir. Tamam. X-ə baxaq. Ağciyər və traxeyası daxil skrediyordur. Bu kim olar? Bu, hörümçək kimlər olar? X canlısının ifrazat həzm sistemi ilə bağlı olur. İfrazat sistemi deyirlər nə idi? Həzmi ilə əlaqəlidir. Yəni, malpik olanlar, malpik ifrazat sisteminə malik olanlar da ifrazatı ilə həzmi bir-birindən əlaqəlidir. Ona görə A düzdür. B-yə baxaq.
K canlısı. Aha, K-ya gedirəm. Ağciyəri dəridə tənəffüs edir. Daxili skeleti var. Deməli, bu kim olar? Bu olar xordallardan amfibilər. Deyir ki, K canlısı ürəyinin mədədinə ya da anatomi müalicəsi olur. Axı səhvdir. Elə bu variant səhvdir. O birisilərə baxaq. K canlısına qabırğa arası əzələ olmur. Bəli, olmur. Çünki onun dəri tənəffüs edir. Onun nəfəs alıb verməsini təmin edən çənənin altındakı çıxıntıdır. Dərisidir. D-də X və Y canlısı eyni tipə aid ola bilər. Baxaq. X də boğma ayaqlı tipidir. Y-ə baxıram. Qəlsəməsi var. Daxili skeleti yoxdur. Bu nə ola bilər? Xərçənglər. Eyni tip ola bilərmi? Ola bilər. Sonra E-yə baxaq. Z canlısının borulu sinir sistemi var. Ağciyər baxaq Z-ə. Qəlsəməsi var. Daxili skeleti varsa, bəli, niyə də olmasın? Aha. Keçək. Növbəti 8-9-a. Deməli, 9-da. Deyir, palat yarpağının daxili quruluşunun göstərilən hansı hissələrinin hüceyrələrində fotosintez gedər. Burada rəngsiz düşübdür, amma K dəriciyi göstərir. N elə bilirəm aşağıda olan qapayıcı hüceyrələr göstərəlidir. Çünki xət uzanır. Xət buradan uzanır elə bil. Bu tərəfə uzanır. N-lə evdə üstün var, üstün süngər var idi. Ona görə elə cavab burada L-M-N olar. Somatik hüceyrəsinin bir nüvəsində cinsi xromosom homoloji cütünə rast gəlinir. Yəni, demək istəyir ki, eyni cinsi xromosomu daşıyanlar olsun. Down sindromu olan X, Y-dir. Lejen sindromu olan xromosom sahəsidir bunlarda. Klinefelter sindromu olan şəxsdə və yaxud da super kişidə, super qadında eləyə bilərik bunu. Sağlam oğlanda yenə X-Y, Şeşerski-Turner sindromunda da X0. Burada homoloji cüt hansında olur? Bir dənə Klinefelterdə. C-bəndi. 11. Böyrəyin struktur vahidi nə adlanır? Nefron. Doğru kəsişmələri tapın. Sadə refleks dövrüsü. Birinci nə idi? Reseptor sahə. İkinci hissi yol. Üçüncü mərkəz. Hərəki yol. İşçi orqan. Və burada yəni sadə refleksdə ara neyron olmur. Ona görə ara neyron olan variantlar elindən çıxarım. Gəlin baxaq. Birinciyə plus qoyubdur birinciyə, yəni təsdiqləyən bir cavab olmalıdır. İkiz, hissi neyronun aksonu ola bilər. Baxaq, bura mərkəzdir, bura hissi neyronun cismi dendidir, bu da aksonudur. İmpulsu alır, gördüyünüz kimi aksonun bir hissəsi içəri keçdi. Və burada birbaşa bağlanır hərəki neyrona. Hərəki neyronun da aksonun bir hissəsi içəridədir, bir hissəsi eşiyə getdi. İndi gəlin baxaq. Deyir, ikiz hissi neyron aksonu ola bilər. Ola bilər. Niyə olmasın ki, bir hissəsi içəri keçib. Y. Baxaq, Y-ə minus qoyub. Sinir impulsu ara neyrondan keçə bilər. Təsdiqləmir. Deməli, bu da düzdür. Çünki düz deyir ki, ara neyron burada nə işi var? Z plus qoyub, onaylıyıb. Z hissi neyronun cismi ola bilər. Baxaq, Z harada hissinin ola bilər? Ola bilməz, minus qoymalıydı. Səhvdir, uyğunlaşmayıb. K-ya minus qoyub. Hərəki neyronun cismi ola bilər. Plus qoymalıydı. İçəridədir çünki. Amma minus qoyubdur. Deməli, bu da getdi. X-ə baxıram. Hərəki neyronun aksonu ola bilər. Bəli, bir hissəsi içəridədir. Ona görə cavab 1, 2, 5. Dən meyvənin hansı hissələri yaranmasında, mayalanmada bir qamet iştirak edir. Yəni, birinin xüsusiyyətini daşıyır. Ya ananın xüsusiyyətidir, ya da atanın xüsusiyyəti olubdur da. Çünki bu 3, 4, 5 hissəsi rüşeyimdir. Burada həm ata, həm ana qamet iştirak edibdir. Endospermdə də həm nə iştirak edir? Bir qamet iştirak edir endospermdə. Bir dənə mərkəzi hüceyrədir. Bir də ki, qamet iştirak edir. Endospermdə bəli, bir dənə qamet getdi. Bir də ki, endosperm toxumun qabığı da yalnız ana xüsusiyyətini daşıyır. Amma yəni qametdən yaranmır da, mayalanmadan falan iştirak etmir. Ona görə burada cavab fikrimcə elə nə olar? D olar. Yəni qametdən söhbət gedir. Ona görə D olar.
Çünki bu yumurta, toxumun qabığı falan rüşeyimin hissələrindən əmələ gəlir. Rüşeyimin içərisində olan yumurtalığın, yumurtacığın o hissələrdən yarandığına görə burada bir dənə endosperm nədir ki, bir dənə qametdir, bir dənə də mərkəzi hüceyrədir. Amma ziqotun yaranmasına 2 qamət iştirak edir. Ona görə 3, 4, 5 elə buradan çıxır, yerdə qalır 2. 14-ə baxa, bir öz-özünə tozlama verib, bir çarpaz tozlama veribdir. Uyğun olanı seçin deyir. Birinci, uyğunlaşdıraq. Çiçəyin əsas orqanları eyni vaxtda yetişməlidir. Öz-özünə tozlanmada. Acı paxla, lobu bitkilər üçün xarakterikdir. Bunlar açılmadan deyil. Noxta öz-özünə tozlanır. Acı paxladır, lobiyadır. Öz-özünə tozlanan toxumlara aid edilir. İkievli bitkilərdə gedə bilər. İkievli bitkilərdə gedə bilər. Çovdar bitkisi üçün xarakterikdir. Çarpaz tozlanır. Küləklə tozlanır. Çünki çarpaz deyim, küləklə tozlanır. Saf xətərin alınmasına tətbiq olunmur. Ona görə cavab 1, 2, 5. Digərində isə 1, 3, 1, 2, 5 yarda var. C bəndi. 15-ə baxaq. Deyir, DNT molekulunun əmələ gətirən nukleotiddən rəqəmlə göstərmiş hissələr üçün doğru ifadəni gəlirik. Baxın, bir rəqəmi ilə göstərir, 2 kristal qəfəs göstərilibdir. 2 qəfəs karbon qəfəsindir. Deməli, bu ya adenindir, ya da guanindir. Tamam, bu karbohidratımızdır. Karbohidratımızdır, bu da fosfatımız. Deyir, birin ölçüsü timin azotun əsasının ölçüsünə bərabərdir. Ölçülər bərabər deyil, səhvdir. Elə birlər getdi. 2 disaxaritlərə aiddir, 2 monosaxaritlərə aiddir. 2 də getdi. Deyir ki, üçüncü, 2-nin, yəni karbohidratın tərkibində azot elementi daşıyır. Karbohidratın burada dedi ki, nə var orada? Ribozana dezoksiribozadır. Onlar tərkibində ribozada, dezoksiribozada azot yoxdur axı. Ona görə çünki o karbohidratlardan bir dənə hansındaydı azot? Xitində. Bir dənə xitinin qəfəsində var idi. 4-də ölçüsü, birin ölçüsü qan ölçüsünə bərabərdir. Bəli. Tərkibinə, yəni karbofosfat, nukleotidlərin müxtəlif növlərindən fərqlənmir. Bəli, hamısında eynidir. Karbohidratla fosfat eyni DNT və ya elində də fərqlənməyəcək. 4, 5. Keçirik 15, 16. Georgin, soğan gülü bitkisi. Georgin kökün şəkli dəyişməsidir. Bunu bilirik. Hansı fəsilə aiddir? Mürəkkəb çiçəklər fəsilə aiddir. Soğan gülü, səhv xatırlamıramsa, Novruz çiçəyi, onlar qısa günlü bitkiləri idi. Meyvəsi də toxumca meyvə. Hara getdi? Deyək. Qısa günlü meyvəsi də toxumca meyvədir. Meyvəsi də toxumca meyvədir. Yaşıl quş mamırının yetkin fərdlərində nəsil növbələşməsi baş vermir. Onda bu nə olar? Yəni protalı olsun, zigot yaransın, nəsil növbələşməsi üçün söhbət erkək bitkidən gedir. Yazır, cinsiyyət hüceyrələri qamçılıdır. Bəli, erkək hüceyrələri qamçıdır. Allel genlər üstünə aiddir. Bu dişidə də var da. Hüceyrələrində meyoz bölünmə gedir. Zigot meyoz bölünür. Nəyə əmələ gətirir? Sporları. Elə cavab nə olacaq? 1, 3. 18. Şirin su hidrasının şəkildə göstəriləcək cinsi hüceyrə əmələ gələ bilər. Cinsi hüceyrələrin ümumiyyətlə digər hüceyrələrə başlanğıc verən nə idi? Ara hüceyrə. 5-dən 6-nı çıxıram. Niyə? Çünki daxil hüceyrələrdir. Cinsi hüceyrələr ektodermada əmələ gəlir və aralıq hüceyrələrdən yaranır. Deməli, şəkildə də fikir veririk, 4 də olmaz. Çünki 4 burada göstərir dalayıcı hüceyrələri. Yerdə qaldı 1, 2, 3. Şəkildə tam düşməyib, gözümdə almır. Burada elə birinci sinir hüceyrəsi göstərilib. Bir hüceyrə, bir nömrənin sinir hüceyrəsidir. Səhv eləmirəmsə, burada 3 nömrə uzanır. Çünki dip tərəfdə balaca hüceyrələr yığını olan nə idi? Aralıq hüceyrələri idi. 19. Glinney tərəfindən elmə daxilindən sistematik kateqoriyalar hansı idi? Növ, cins, dəstə, sinif. Növ, cins, dəstə, sinif.
Deyir ki, növ müxtəlifləşə əks etdirilib diaqramdan doğrunu tapın deyir. Tamam. Xordallar ola bilər. Baxaq, üçüncü nə idi? Növ, cins, dəstə. Xordalı ümumiyyətlə tipdir. Axı o da tipi tapmayıbdır. 4 nömrə örtülü toxumlar ola bilər. Şöbə. Yox, bu da yoxdur. Birinci Canis familiaris. Bəli, bu növ göstərilibdir. Növü də tapır. 2 Homo sapiens. Homo sapiens 2 nömrədir, cins deyil, axı, növdür. Aha, sonra 2 hominidilər. O da fəsilədir. Ona görə bu da olmaz. Elə fikrimcə C olacaq bu məntiqlə. 20. İnsanda səs siqnallarının ötürülməsində iştirak etmir. Deməli, xarici qulaq keçəcəyidir, eşitmə borusudur, təfil pərdəsidir, səs ötürülür. Oval pəncərədən ötürülür. Amma qulaq sümükləri səsi gücləndirir. Yəni, ona görə elə fikircə bu olar. Orqanlara aid hansı fikir doğrudur? Baxaq, K, M, F. Qida maddələri ilə zəngin qan gəlir K-ya. Bəli, düzdür. M-də selülozan parçalanması gedir. Nətər geçsin? Mədədə özdə. F. Sətinin sahəsi ən böyükdür. O nazik bağırsağı göstərir. Olar. M. Xovlar sətin sahəsini artırır. M. Mədədə maddələrdə kimyəvi və mexaniki həzm baş verə bilir. Mədədə ümumiyyətlə nəyin həzmi gedir deyirik ki, süd yağları, süd zülalları, digərləri balaca hissəciklərə bölünür. Olar. F. Nazik bağırsaqda suyun alkoholun sorulması gedir. Bu 12 barmaq şeydə olmalıdır, yoğun bağırsaqda olmalıdır. Axı F-də yox. 1, 3, 4. K-ya baxaq. K. Yağların parçalanma fermenti hazırlayır. Yağları parçalayan fermentlər mədə-altı vəzdə hazırlanır. Öt sayıcı onlarda mexaniki həzmə uğradır. Yəni ferment kimyəvi həzmdə iştirak edir. Bu da olmaz. Ona görə 22. Deyir, hüceyrədə karbon qazı miqdarını artırır. Hüceyrədə oksigen miqdarını artırır. Hüceyrədə amin hücrənin sayını azaldır. Baxaq. Deməli, söhbət orqanoidlərdən gedir. Hansı düzdür? Y orqanoidinə baxırıq. Deyir, oksigeni artır, karbon qazını artırır, oksigeni artırır. Tamam. Y hansı orqanoiddir? Xloroplastdır. Aerob tənəffüsü təmin edir. Yox. Bu düzgün sayılmır bu fikir. B-yə baxaq. Bu getdi. B-yə baxaq, o qalsın. X. Hüceyrədə karbon qazı miqdarını artırsa, deməli, söhbət nədən gedir? Və bu neyiniyir? Mitoxondridir. Tənəffüs orqanoididir çünki. Deyir, X-in 2 lipid cərgəsindən təşkil olunubdur. Yox. 4 lipid cərgəsindən təşkil olunubdur. 2 membranlıdır çünki. Z-ə baxıram. Z-dən heç biri yoxdur. Bir dənə nə var? Turşuların sayını azaldır. Yəni, zülal sintezi gedir. Harada gedir zülal sintezi eləyən? Ribosomlar ola bilər. Hüceyri membranı olmur. Bəli, membranı yoxdur. Y-ə baxaq. Digər. Y. Digər növlərində glikoza sintezi olunur. Yəni, xloroplastın digər növlərində glikoza sintezi olunmur. Elə bu da səhvdir. Z. Prokaryotlarda rast gəlinmir. Ribosom bütün canlı aləmdə rast gəlinir. Ona görə C bəndi. 22, 23. Çənəsiz onurğalılar. Çənəsiz onurğalılar onurğa ordovik. Baş hərfi ilə saxlanmışıq yadımızda. Ordovik sümük toxumasının yaranması. O, ordovik sümük toxumasının yaranması, bəli. Bitkilər aləmində də bitki hüceyrəsi əmələ gəlir, quruya çıxmaq. Bitkilərdə artıq örtük ötürücü mexaniki toxumalar inkişaf eləyir, bəli. Daxili skelet yox, bu elə bilirəm Devondaydı. Ondan əvvəl proterozoida var idi. Çünki xorda proterozoida artıq var idi. Borulu sümüklər də sonradan yaranıbdır. Yəni, suda burada yaşayanlar, amfiblər yaranandan sonra. Köş sistemi, yox, köş sistemi də olmayıbdır. Gövdə yarpaq, bəli. Gövdə yarpaq var. Deməli, 1, 2, 6. 24. Sağlam insanın sakit halda baş verən tənəffüs hərəkətləri zamanı qana keçən oksigen qazının həcmi nə qədərdir? 25. Xarici etdiyi karbon qazı nə qədərdir? 20. Fərq nəyə bərabərdir? 5-ə. Bu nə vaxt olur? Bir tənəffüs hərəkəti müddətində. Deyir, bunlar arasındakı fərq
560 olsa nə olar? Buradan x tapıram. Səhv bilmirəmsə. 112. Müddəti neçə dəqiqədir? 1 dəqiqədə 16 dən əfs hərəkət eləyirsə, 112-dən əfs hərəkəti neçə dəqiqədə baş verir? 7. 7 dəqiqədə baş verir. 25 ağ çəng geninə görə heterozigot valideynlərin nikahından heterozigot hanı? Budur. Aha. Deyir ki, heterozigot valideynlərin nikahından valideynlərin genotipi ilə eyni olan doğulacaq oğlanların valideyni ilə genotipi bu 2 dənə yaranır. Yəni 2-nin 4-də 2-dir, 4 fərddən ikisi belədir, bu da nisbət 2-də 1-dir. Oğlan olma ehtimalı da 2-də 1-dirsə, neçə eləyir? 4-də 1, o da neçə faiz eləyir? 25%. Sonra, aha. 27. Deyir canlı orqanizmlər verib, uyğunlaşdıraq, yaxşı. 1. Deyir ki, meyoz bölünmə gedir, hüceyrə divarı var, anizoqamiyadır. Anizoqamiya nədir? Lizoqamiyanın əksi idi, müxtəlif ölçülü qametlər olur. Ya qamçısız olur, ya qamçılı olur. Onda belədir. Deyir ki, müxtəlif ölçüdə olsun, nə olsun? Anizoqamiya tipli qameti olsun. Anizoqamiya tipli. Ya qamçılı, ya qamçısız. Adi şam bitkisində. Aha. Örtülü toxumlarda anizoqamiya tiplidir. Sonra produsentdir mi? Bəli. Qızıl sarmaşıq produsent deyil. Ona görə onu götürmürük. 2. İkinci. Deyir ki, nəyi var? Nə meyoz bölünür, nə hüceyrə divarı var, nə anizoqamiya tiplidir, produsent. Söhbət nədən gedər? Amöbdən. Üçüncü. Deyir ki, hüceyrə divarı var, amma produsent çoxalır. Anizoqamiya tipli deyil. Baxın, produsent çoxalır, hüceyrə divarı var. Onda nə olar bu? Bakteriya. Gül yaşıl yosunlar produsent qidalanır. Yaşıl bakteriyalar da produsentlərdir. Və hüceyrə divarı var. B. G. Gəldik məsələmizə. Deyir ki, A vitamini çatışmazlığına bağlı uşaqlarda ölüm riskini azaltmaq üçün 91-ci ildə Ingo Patrikos və əməkdaşları beta-karotin maddəsi ilə zəngin qızıl düyü çəltik sortunu yetişdirmək üçün neyinibdir? Nərgiz və nərgizdən də alıb, baxın, xromosom yığımı 2 olan qarğıdalıdan genlərindən istifadə edib. Beta-karotin maddəsinin A vitamininə çevrilməsi nəticəsində qızıl düyü sortundan A vitamininin miqdarı qarğıdalı bitkisindən 2 dəfə çox olur. Yəni, qarğıdalıda nə qədər vitamin varsa, qızıl düyüdə onun 2 dəfə artığıdır. Tamam. Deyir, 100 qram qarğıdalıda 20 mg-dır. Bəs onda qızıl düyü sortunda nə qədər olar? Eyni miqdardadırsa, 2 dəfə çox olacaq, 40 mg. Qızıl düyüdə miqdarı nə qədər oldu? 40 mg. 40 mg. Sonra düyünü bişirəndən sonra onun tərkibində qalan A vitamini insan günlük neçə normasını təşkil edir. A vitamini pişəndə 50%-ni itirir. Yəni 40 mg vardısa, pişəndə nə qədər qalacaq? 20 mg qalacaq. 20 mg da 2-yə gedəcək. Və A vitaminin gündəlik norması 1 mg-dır. 1 mg. 20 mg da 20 günə yetər də. Birini ayrı-ayrı yazırıq. Bu proses gen mühəndisliyi üsulundan istifadə olunubdur. Gen mühəndisliyidir. 30-da bu beta-karotin istehsal edən genin alındığı dənlidir ki, gen deməli nərgizdən də alınıbdır, qarğıdan da alınıbdır. Söhbət dənlidən gedirsə deməli qarğıdalıdır. Tozlanma qarğıdalı küləklə tozlanır. Küləklə. Çiçək türü C, 3, Y3, 2 tipdədir. Bir D0 olanı var. Bir D1, Y0 olan var. 2 tür çiçəyi var. Endosperm hüceyrəsində vəzində xromosom sayı. Diploid 2 endirsə qameti 10 olacaq. Endospermi də 3 endi. 3-ü də vururam 10-a neçə eləyir? 30. Vavilova görə mənşə. Xaçinov işləyib bunu.
Qarğıdalı belə yadda saxlamışıq. Mərkəzdə, Amerikanın mərkəzində balqabaq festivalı, Qarğıdalı, kakao içirəm və s. Yəni popkorn patladıram harda? Mərkəzi Amerikada. Mərkəzi Amerikada. Belə, bu qədər. Ümid edirəm səhvə yol vermədim. Əgər iradlarınız, fikirləriniz varsa, rəy bölməsinə qeyd edə bilərsiniz. Sağ olun.